Xəbərmi YouTube kanalının daimi izləyiciləri, hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Müğənni Əli Mirəliyev efirdə Elşad Qarayevi tənqid edib. Demokrat Azgeni Sabah azı istinadən xəbər verir ki, o Elşad Qarayevin oxuyan olmadığını, oxusa belə toy müğənnisi olduğunu bildirib. Əli Mirəliyev qeyd edib ki, onunla heç bir yaxınlığı olmayıb. Elşad oxuyan deyil, oxusa belə toy oxuyanıdır. Efir müğənnisi deyil. Sizin üçün əziz ola bilər, mənim üçün deyil. Efirdə deyib ki, Əli Mirəliyevi tanımıram, mən də onu tanımıram. Sovet vaxtı bir dənə kanal var idi. Necə olub ki, məni görməyib. Elşadla heç çörək də kəsməmişəm. Heç bir yaxınlığım da olmayıb.